Salam uşaqlar, hörmətli valideynlər. Bugün biz 5-ci siniflərlə səhifə 27-də olan 2 misaldan, birinci, ikinci və 5 misal da deyəsən 28-dədir. 4 ya 5 misalda 28-dən bir yerdə sizinlə çalışacağım ki, sizə çətinlik olmasın ki, öyrənəsiniz rahat. Deməli, burada nə yazılıb? Bu əslində ədədlər mövzumuzun adı 27-də. 27-də biz əməllər ardıcıllığı. Məsələn, 5 çıx 3 üstündə birində kubdur, birində kvadratdır. Get-gedə bu əməllər ardıcılığı mürəkkəbləşir. Deməli, birinci 5-in kubunu tapırıq. 5 vur 5, bir də 5. Mən buna 3, harda 3 görsəm, əsas. Bu isə qüvvətdir. Bax, bilirdinmi bunu Lalə? Bu əsasdır. Əsasın üstündə olana qüvvət deyilər. Qüvvətimiz 3 olarsa biz ona kub deyirik. Niyə görə kub olduğunu mən kub həndəsi figurunda mən sizə başa salmışam. Bu isə 3-ün kvadratıdır. Bunu da mən kvadratın üstündə demişəm, yadındadsa Lalə. Deməli belə, birinci 5-in kubunu tapırıq. 5 vur 5, 25. 25'i de 5'e vursak neçə eləyər? 125, elə mi? 125. 125. 5'in kubunun yerinə yazdım. 3'ün kvadratının yerinə neçə yazacağım? Çıxılsın. 3'ün kvadratı neçə eləyər? 9. 3 vur 3 deməkdir. 3 üstü 2 və ya 3'ün kvadratı 3'ü 2 dəfə öz-özünə vurmaq deməkdir. 9. 25'ten de 9 çıxsaq, 125'ten 9 çıxsaq, eləyər 116. 116'nın üstünə 9 gəlsək, tezədən 125 olacaq. Yenə də 5'in kubu vurulsun 4'ün kvadratı. 5'in kubu 125'dir. Suallara çalışasan ki, Lalə biraz fikirləşib cavab verəsən. Vur 4'ün kvadratı. 16. Bəli, 5'in mən burada bəli 16 4'ün kvadratı dedim deyə yazdım. Burada 16 olmalıdır. 16, 2 yoxdur üstündə. 16 Lalə düz dedi. 125'i 16'ya vurmalıyıq. Bəlkə burada vurma deyil, birdən-birə 125'i 16'ya vurmaq. 27'də baxaq görək. 27, 5'in bəli vurmadı. 125'i Lalə sən burada vurursan 125'i 16'ya. 125 16'ya. Vura bilərsənmi? Sən onu vur. Qırmızı ruçkadan da istifadə edə bilərsən. Mən davam eləyirəm burada. 56'nı bunun cavabını Lalə deyəcək. Biz bura əlavə eləyəcəyik. Yaxud da heç gözləməyin. Əgər buradasınızsa özünüz yazın gedin. Amma bəyənmək, abunə olmaq, paylaşmaq, son vaxtlar yaxşı bəyənmələr olur ki, mənim də belə xoşuma gəlir. Bəyənməyə, belə bəyənməyə davam edeyim. 56'nı 8'e bölürük. Çünki əməllər ardıcılığında bilirik ki, Lalə, birinci dəfə vurma bölmə olur. Bizdə vurma yoxdur, bölmə var. Ona görə də birinci bölməni eləyirik. 56'nı 8'e bölsək 7. Üstəgəl 7'nin də kvadratı 49. Tapdım cevabı. Neçə oldu cevabı? 2000. Görək 6 vur 5 30. 2 vur 6 12 15 bir yadda 7 düzdür. Bir dənə də 125. Bəli 2000 tapıb Lalə cavabını. Lalə davam eləyirik. Deməli burada baxırıq ki 2 dənə əməl var. Bölmə, üstə gəlmə. Biz birinci bölməni eləməliyik. Qabaqda olduğu üçün yox. Ona görə ki çoxlu əməllər olarsa bir misalın içərisində vurma, bölmə. Hansı irəlidədirsə onunla. Sonra toplama çıxma. Bizdə vurma ilə çıxma yoxdur. Bölməni eləyirik. 56'nı 8'e böldüm. 7. Üstəgəl 7'nin də kvadratı 49. Bərabərdir. 49 üstə 7 gəlsəm. Şifahi tap görək bunu. Neçə eləyər? 56. Bəli. 7'nin kubu. Neyinirik burada? 7 vur 7. 7. 7 vur 7. Neçə olar? 49. Bir də 7'ye vururuq. Lalə bunu vuracaq burada. 49'u
7'ye vurur Lalə. Yazırıq burada neçə olacaqsa Lalə dedilən rəqəm burada vurulsun. 6'nın da kvadratı 36 bərabərdir. 2'nin kubu 8 eləyər. Üstə gələk. Aha. Deməli ki 7'nin kubudur. 49'u 7'ye vurursan. 7 vur 9 63 6 yadda. 4 ve 7 28. O da 6 30 34 mü? Yok. 6'ya niye vururam mı bunu? Burada eləməliyəm. 7 vur 9 63 6 yadda. 28 bu da 6 34. 343. Burada olacaq 343. 343'ü de 36'ya vururuq. Vururuq 36'ya. 18 1 yadda 24 o da 1 25 2 yadda 6 3 18 o da 1 düz oldu mu yoksa 2 yoksa 2 2 yadda 6 3 18 1 yadda 24 25 2 yadda 6 3 18 o da 2 20 3 vuruş 9 12 1 yadda 9 10 toplayanda 8 14 1 yadda 3 2 1 olacak 12.348 bəli 12.348 bu misalımızda ne indirik 2'nin kubu 8 gördün Lalə üstüne gelirik 10 üstü 4 yani 1 yanında 4 sıfır olmalıdır 4 sıfırın 3 sıfırını belə ayrı yazıram 1 sıfırını da bunun yanında yazıram olacak 10.000 10.000 üstə gəl 8 neçə eləyəcək 10.000 8 eləyəcək təkliyə sıfırımız 8'e dönüşdü onun kvadratı 100 eləyər 100 deməkdir bəli Lalə biraz cəlddir məndən əvvəldir bölürük 5'in kvadratına 5'in kvadratı 25'dir. Bəli 25'dir 100'ün içində neçə dənə 25 var? İçinə 25 var. Bəli 4 dənə 2 dənə 25 50 2 dənə də 25 50 toplayanda 100 4 vur 25 100'e bərabərdir 13 vurulsun 5 çıx 8'in kvadratı bərabərdir bu rəqədə olduğu kimi yazırıq 13 vurulsun 5 görürsən mi Lalə 13 ben biraz vərəqi döndərirəm Lalə balamız da buradan görsün 13'ü vururuq 5'e olduğu kimi yazırıq bunu da biz sadə hala gətirək sonra hesablayaq 8'in kvadratı 8 vur 8 demək 8 vur 8 64. 64 bərabərdir 13'ü 5'e vuranda 10'u 5'e vururuq 50 3'ü de 5'e 15 50 o da 15 65 çıx 1 64 cevap 1 eləyər sonra onun kubu bir yanında 3 0 deməkdir 1 yanında 3 0 mindir bəli bölünsün 2'nin kubu 2'nin kubu 8 8'dir bəli bərabər bu sizin üçün təzə mövzudur burada siz çaşa da bilərsiniz səhv deməyinizi özünüzə utanç saymayın çünkü təzə mövzudur sizdə bu kublar kvadratlar 8'e bölürük mini 8'e böləndə onun içində 8 bir dəfə 8 200 20'də 8 2 dəfə 16 40'da 8 5 dəfə 125 cevabımız bəli 4'ün kubu 4'ün kubu 4 vur 4 vur 4 4 vur 4 16 16'nı da 4'e vursaq 64 bunları artıq misal eləyən qədər əzbərləyəcəksiniz bu sizin beyninizə həkk olunacaq ki 4'ün kubu 64'dür 2'nin kubu 8'dir 3'ün kubu 27'dir hə üstünə gəlirik 3 vur 5'i 3 vur 5'i biz 5'in kvadratı bəli 25 gerek 5'in kvadratı neçə eləyir 5'in 25 3 vur 25 burada 2 yazaq 25 3 dənə 25 də eləyir 75
64 üste gel 75. Ne? Bunu topla orada görək 64 ile 75'i beraberdi. 5 vur. Burada birinci kub idi diye ben kuba yükselttim yazdım. Burada ise hiçbir şey yoktu, olduğu gibi yazıram. 139. 139. Şimdi buna dikkat elə Lalə. Burada ben niye 4'ün kuba yükselttim? Burada ilk başlangıçta elə 64 yazdım. Çünkü bunu ben bir emel elədim burada. Burada ise olduğu kimi yazıram. Çünkü kubu kvadratı heç nəyi yoxdur. 5 olduğu kimi yazıram. 5 ki vurulacaq 4'e. 4'e yox. 4'ün kvadratına. Bunu da kvadrata yüksəldib yazıram. 4'ün kvadratı eləyər 16. Çıx 2 olduğu kimi yazıram. 3'ün kubu 3'ün kubu. 27. Hesablayaq. 5'i 10'a vursaq 50. 5'i 6'ya da vursaq 30. Deməli 5'i ümumiyyətlə 16'ya vuranda 80 alındı. 80 bu burada yazaq yadımızdan çıxmasın. Çıxılsın. 2 dənə 27 də eləyər 54. 54. İndi bunu çıxsın görək Lalə neçə eləyər? 80'dən 50 çıxırıq. Olur 30. Hə, bərabərdir. Olacaq 26. Bu bizim birinci misalımız idi. Görürsünüz, belə şagirdlərlə eləyəndə videolarımız daha maraqlı olur. İkincidə nə deyilir? İkincidə deyilir ki, əməlləri yerinə yetirin. Yəni ki, elə birinci öyrətdiyimiz qaydada. Mütləq baxırıq ki, hamısının necə deyirlər, əsaslar da var, qüvvətlər də var. Əsaslar sözsüz ki olacaq. Amma qüvvətlər də var. Bunları əzbər bilməliyik. Lalə bilirsən sən də. Tez-tez de yazım. 4'ün kvadratı 16. Üste gel. 10'un kvadratı 100. Çıx. 5'in kvadratı 25. Beraberdir. Siz Lalə burada hesaplayan kimi siz de hesablayabilirsiniz bunu. İkincini yazaq. Bunları cavablarını tapmıram uşaqlar. Özünüz taparsınız. Çünkü bunun üstüne bunu gəlib, qəliz bir, çətin bir şey olsa biz Lalənin köməkliyi taparıq. Ama bu asanlıqda qalır. 10 üstü 6. Yani 1 yanında 6 0 deməkdir. 3 0 belə yazıram. 2 3 0. 3 0'ı da burada yazıram. 1 0 da harda yazaq? Burada nöqtə qoyaq. Burada yazaq. Ne oldu? 1 milyon. 6 0 1 milyon deməkdir. Çıxılsın 10 üstü 4. 10 üstü 5. 10 üstü 1 yanında 4 0. 1 0'ı onu yanına yazdım. 3 0 da belə. Neçə eləyir? 1 milyondan 10 min çıxanda qalar məncə 91 milyondan bunu da eləyə bilərsiniz. Lalə sən bunu burada çıxırsan. 1 milyon çıx 10 min. 10 yox bu 100 oldu. 10 min. Sıfırları çıxırıq. Bu sıfırı da çıxırıq. 9'dan 1. 10'dan 1. 9. Bu qaldı 9. 9'dan da heç nə çıxmırıq. Bu da verilmişdi. Neçə oldu? 990 min. Cevabımız oldu. 990 min. Beraberdir. Bunu deyək Lalə. 3'ün kvadratı. 3'ün kubu. 3'ün kubu. 3'ün kubu 27. Değil. Vurulsun. 10 üstü 5 100 mindi. 100 min. Sonra 5 0. Böl 4'e. 2'nin kvadratı 4'e. 100'ü 4'e bölsək 25 eləyər. Eləmi? 27'ni olduğu kimi yazıram. 100'ü 4'e bölsəm 25. Yanında da 3 0. Olar. Burada vurulsun. 27'ni vururuq. Birinci bölümə əməl. Birinci vurma olmalıdır. Sonra bölümə. Bunu vururuq onda 4'e. Bölümə nə? Hə, birinci bunu vururuq. 100 min yox. Aldığımız cavabı 4'e. İndi ben bunu ayrıca eləyəcəm. Vurulsun 27'ye. Bir de vurulsun 27'ni yazdıq. Vurulsun 100 min. 100 min. Vurulsun. Bölünsün 4. Beraberdir. 27 yanında 5 tane 0. 2 milyon 700 min.
Hı hı. Qoy burada mən qırmızıyla yazım, uşaqlar misalın ardı qarışmasın. 27 yanında 5 sıfır. 1 sıfırı 5 sıfır bəli 2 milyon 700 min bölünsün 4'e. Bunu bölək. 2 milyon orada kalkulyatordan da istifadə edib bölmək olar. Burada olmalıdır. Vaxtımız getməsin. Onu orada bölürsən 2 milyon 700 min. Misalda bəlkə belə bir çətin misal değildi. Biz bəlkə səhv yazmışıq. Görək. İkincinin C'nincisi. A, B, C'nincisi. İkincinin. Hı hı. C. Belki düz yazmamışam ben. 3'ün kubu vur 10 üstü 5 yazmışam. düzdür. 2'nin kvadratı 4. Bəli düzdür. Misal şərti düzdür. Hı. 2 milyon 700 min 2 milyon 700 min bölünsün 4'e. İsmi. Aha. 5 sıfır var mı 27'nin yanında? Hı hı. Var. Böl 4'e. Böl 4. Hı. Beraber de Hı. 6.775. Neçə oldu? 675. Görək. Aha. Bu olacaq 675 5 0. Yox, bu belə bir rəqəm ola bilməz. Qoy bunu tezdən bölək. Bəlkə də düzdür. 2 milyon 700 min. Bəlkə həmin ədəd bölünmür. 22 milyon 700 min. Bir dəqiqə nöqtə qoyma, vergül də qoyma. Bunu silək. 2 milyon 700 bu da min. Düz oldu. Bölürük neçəyə? 4. Bölürük 4'e. Bərabərdir. Aha, bəli, düz çıxdı. 675 burada da nə var? 3 0. Və bura qədər oxunur. Kalkulyatordan da sizdən istifadə etmək 29-cu səhifəmizdə elə bir misal da var. 675 min. Elə oldu mu? Səhv oxudum yoxsa? 675 min. 600 bunun cavabı 75. Min. 3 dənə də 0 min. Aha, get-gedə misallarımız çətinləşir. 12'nin kvadratı 12 vur 12. 12'ni 12'ye vursaq 144 eləyər deyəsən. 144. 144. Yox, 144 nöqtəyə qədər oxuyursan. O birislər sayılmır. 144 çıxılsın. 9'un kvadratı neçə eləyər? 9'un kvadratı 81. 81. 9 vur 9 deməkdir. Üstə gəl 2'nin kvadratı 4. İndi belə ardıcılıqla eləyirik. 144'dən 81'i çıxırsan. 144'ten Çıx 81. 80. 1. Beraber de Hı. 63. Üstə gəl 4. 67. 67. 10 üstü 4, 10 üstü 3, 10 üstü 2. Üçü de toplanılır. 10 üstü 4 olur 10 min. Üstə gəl 1000. Yox, biri çıxılır. Gel. 10 min. 10 üstü 4, 10 min deməkdir. Üstə gəl 1000. Çıx 100. Bərabərdir. Üste gel. Min. 1000 çıx 100. Ve beraber de Hı. çık. Olacaq 10.900 olmalıdır cavab. Beraber de. Hə. 10.900. Bəli, 10.900. Cavabımızı yenə də burada yer olmadığından altdan yazıram. 10.900. Hə. Sonra burada 20'nin kvadratı 20'nin kvadratı 400. 400. 20'nin kvadratını necə tapdıq? 2'ni vururuq 2'yə. 2 dənə də sıfırları gəlirik yer yanına. Olur 400. Üstə gəlirik. 30'un kvadrat. 30'un kubu. 30'un kubu. Bəli. 30'un kubu. 30'un kubu. 30 vur 30 vur 30. 30'u 30'a vursaq eləyər 900. Beraber de 27. 27 mi? 27. Sıfır burada, nöqtə buradadır mı? Hı hı. Bəli, 27 min. Deməli, 20'nin kvadratı 400. Bu da 27 Min. min kvadratdır. 3 sıfır. Çıx 12'nin kubu.
12'nin kvadratı eləyirdi 144 eləmişdi, eləmi? 144. 144'ü bir də 12'ye vurursan. Sil onu. Bunu silirsən. 144 vur 12. Vur 12. Beraberdi. 172.000 yok. Yox. 1728. 1728. Uşaqlar, bu adi riyazi əməldir. 400 üstə 2000, 27.400. Bunun cavabı olacaq. 27.000'in üstünə 400 gəlsə 27.400 bərabərdir. Yazıram burada. 27.400 çıxılsın. 17.728. Bunu da çıx görək. 27.400 2 7 27.400 çıx 1728. çık. Hı. 728. 728. Ne kadar oldu? 728 beraberdir. Olacak. Burada nöqtəmiz buradadır. 3. Bu da 20.272. 20.272. 272. Yaxşı. Yenə də 11 burada kub olanda biraz uşaqlar işimiz gec gedir. Sen 11'in kubunu tap. 11 vur 11 vur 11'e. 11'i 15'in kvadratı 225 eləyər. 15'in kvadratı 225. Üste gel. 100. 11 vur 11 vur 11. Bu oldu mu? Ha, 13.300'dü yoksa? Yok. 13.000. 1331. 11'in kubu 1331. Çıx 12'nin kvadratı. 12 vur 12. Biz bayaqlar 12'nin kvadratını tapmışdıq. 144. Bəli, 144. Yenə bir riyazi əməldir. 1331'in üzərinə 225 gəlsək eləyər 1556. 1556 çıx 144. 1556 1000. bunu silirsən 1556 çıx 144. 6 çık 144. 144. Hı. Beraberdir. Beraber ne kadar oldu? 1412 yok. 1412 bəli. 1412. Bu biraz asan olacaq. 10 vururuq. Onun kvadratına 100'e. Onun kvadratı 10 vur. Onun kvadratı 100'dür. 10 vur 100'e. Bir də vururuq 1000'e. yok çık diyor orada. Hə, çıxdı. Çıx, bəli. Nə yaxşı. Bax, görürsünüz, Lalənin köməyi mənə. Bu çıxdı. Çıx 100. Yok çık 1000, bəli. 1000. Onun kubu elə 1000 deməkdir. Bu, yox, 10 vur 100, 1000 deməkdir. Onu 100'e vursaq 1000. Elə deyil, Lalə. 1000'dən də 1000'i çıxsaq nə olar? 0. Ha, bunu sonda nəsə bu yazdım, qırmızına fərq eləmir elə. 24'ü bölürük 2'nin üstü 3'e. 24 böl 8. Yəni 24 böl 2 üstü 3 neçədir? 8. Üstə gəl. 3 vurulsun neçəyə? 4'ün kvadratı. 4'ün kvadratı. 4'ün kvadratı 10 16. 6'ya. Bərabərdir. Üstə gəldi. Burada çıxma yoxdur. 1'dir bu. Bərabərdir. 24'ü 8'e bölsək. 3. 3. Üstə gəl. 8. 3 dənə də 16'nı da 3'e vursaq 48 eləyər. 3 dənə 10 30. 3 dənə də 6 18 48. 48. Cavabımız neçə olacaq? 50 neçə? Odun. 3'dən 2 dənə verirəm buna Lalə. Bunu eləyirəm 50. 3'ün yerində nə qalır? 1. 51 olar. Başa düşdünmü necə hesabladımsa? Keçirik səhifə 28'ə. 28-ci misala. Çalışaq görək, baxaq görək, daha doğrusu burada nə deyilir? Burada da deyilir ki, mötərizələr görürük biz misalda. Yəni ki, əməllər sırasıdır. Bu da uşaqlar 28'dən neçənci misaldır? 3-cü. Mütləq burada nümunələr var. Bax, buradakı nümunələrə baxıb
sizi nümunələri misalların üstündə izah eləyəcəyəm uşaqlar. Mötərizələrlə elə misal var ki, bir mötərizə var Lalə. Elə mötərizə var, elə misallar var ki, iki mötərizə var. Biraz sən bəri gəlsən, daha dəqiq görərsən, videomuzda yaxşı düşər. Bax, bir dənə mötərizə var burada. Birinci mötərizənin içini eləyirik. 3'ün Kvadratı çıx 27. 27. 3'ün kubu Hə, 3'ün kubu. çıx 2'nin kvadratı. Kvadratı. 27'dən nə çıxırıq? 27 çıx 4. 4. Neçə olacaq? 20. 23. 23. Vurulsun 5'ə. 20'ni şifahi vurun. 20'ni 5'ə. 100. 5 dənə 20. 100. 100. 5 dənə də 3. 15. 115. Yenə də mötərizəmiz bir dənədir. Məsələn, elə misal var ki, bax, axırda 2 dənə mötərizə var. Elə misal da var ki, mötərizələr bir mötərizənin içərisində 2 dənədir. Yəqin o sonraki misaldadır. Bəli, bir dənə mötərizə. Birinci burada. 8 vur 12. Birinci mötərizəni yazaqmı? Ya hesablayaq. 8 Çıx. 8'i 12'ye vururuq. 8'i 10'a vururuq. 8'i 10'a 80. 8'i 8'i 2'ye 16. hə. 80 o da 90. 96. 6. Çıxırıq neçə? 81. 96 çıx 81. Bu mötərizənin içərisidir. Vururuq 6'ya. Altı. Bunu mötərizədə yazaq ki, birinci mötərizə hələ qurtarılmayıb. Mötərizənin tam cavabı alınmayıb. 81 vurulsun. 6'nın kvadratı 36. 96'dan 81 çıxsaq eləyər 15. Düzdürmü? Bəli. 15 vur 36. 15 vur 36. Özünüz eləyə bilərsiniz. Lalə eləyərsə biz cavabı yazarıq bura. Bəli, neçə oldu? 540. 540, eləmi? Yazırıq indi. Səhv olarsa özünüz də bir daha yoxlayın. Yaxşı. Gəlirik üçüncü C-yə. 45 vurulsun. Biz dedik ki, mötərizəyə qədər olduğu kimi yazırıq. 45 vurulsun. Mötərizənin içini hesablayaq, yazaq. 5'in kvadratı. Yoxsa 6'dır bu. 6'nın kvadratı. 6'nın kvadratı 36 çıx 36. 36 çıx 36. 0. 0 olacaq mötərizənin cavabı. Bu da eləyər 345. 345 vur 0. Neçə olar cavabı? 0. 0. Bəli, ədədi 0'a vurarıqsa 0 olur. Bu da siz 5-ci sinifin ilk dərslərində, neçə dərs ondan əvvəl müəllimimiz keçib yəqin ki. Elədirmi? Bəli. Burada da yenə mötərizə görürük. 8'in kubu. 8 vur 8, 64. 64'ü bir də 8'ə vuraq. Görək neçə alınır? 64 vur 8. Bərabərdə 512. Bəli, bunun 8'in kubu elədi 512. Çıxılsın 128. Bu mötərizədədir. Bölünsün 2'nin kubu 2'nin 8. kubu Eləmi? 8. Asanları mən deyirəm, çətinləri sənə saxlayıram. Yaxşı, davam eləyək. 512'dən 128'i çıxaq. Görək neçə olacaq? 512'dən 128. 384. 384'ü də bölək 8'ə. Böl 8'ə. 8. Hı. Bərabərdir. Hı. 48. Bəli, 48 olar elə. Hə, 48. 48. Cavab 48. Hı. Burada görürsən, mən bir də təkrar deyirəm. Bax, Lalə, sən də qulaq as. Uşaqlar, siz də qulaq asın. Burada mötərizəyə qədər olanları olduğu kimi yazırıq. Çünki mötərizəni hələ hesablamamışıq. Yazırıq. 741. Bölünsün. İndi mötərizəni hesablayaq. 3'ün kvadratı. 9. Üstə gəl Üstə gəl 4. 4. 9 üstə gəl 4. Neçə olar? 9 üstə gəl 4 bərabərdə 13. 13. 9'un üstə 4, 13. 13, 741 böl 13'ə. 741 böl mötərizənin cavabı 13'dür. Bərabərdə 54. Yox, 57 seçdim. 57, bəli.
Mexaniki səhvlər olar, əsas odur ki, yolunu düz gedəsiniz. Birinci mötərizədir. Biz dedik ki, mötərizəyə qədər olanı yazırıq, amma bizdə birinci mötərizədir. Ona görə birinci mötərizəni eləyirik. 3-ün üstə 4, 7. 7-ni kuba yüksəldirik. Tək-tək yox. Birinci 3 üstə 4 gəlirik. 7. 7 vur 7. 49. Bir də vur 7-yə. 49-u 7-yə vururuq. Neçə olacaq? İndi Lalə 343. 343 üstə gəlsin. 315-i də böl 45-ə. Gör neçə olar? 315 böl 315-dir. Bəli. Böl 45-ə. 45 bərabərdir. Neçə? 7. 7 mi? Bəli. Nöqtə var orada. Bəli, 7. Bəli, elə 3 ilə 7 toplanır, bir onluq əmələ gətirir. Cavab neçə olacaq? 350. Bəli, 350. Bəli, 6-nın kubu 36 vur 6. Birinci mötərizəni eləyirik. Yazaq. Deməli, 36 vur 6. 216. 216. Bunu da yadda saxlamaq olar ki, 6-nın kubu 216-dır. Çıxılsın 4-ün kubu. 4'ün kubu 60. 64. 64, bəli. 64. Bunu biz mötərizənin cavabını almamışıq hələ. Böl 19-a. 216-dan 64 çıxaq. 216-dan 64 çıxırıq. 152. Bölək 19-a. 152 böl 19-a. 8. 8 oldu cavabı. Yenə mötərizə. Bu dəfə biz mötərizənin cavabını tapıb bir də kuba yüksəldirik. Eləmi? Əsasımız mötərizədir. 4-ün kvadratı eləyir 16, çıx. 3 vur 5 neçə eləyir? 15. 16-dan 15 çıxsaq 1 qalar. 1-in kubu 1. 1 eləyər. Vurulsun 23-ə. 23. Bəli, 23 eləyər. Görürsən Lalə, uşaqlarla video çəkmək həm uşaqlar öyrənir, belə canlı. Amma video baxmaqdansa bu cür çəkiliş daha yaxşıdır. Eləmi? Davam eləyirik. 115-i bölürük 5-ə. 115-i 5-ə bölsək 20, 23. Üstə gəl 7. 23 üstə 7 eləyər 30. 30. Birinci mötərizəmizin cavabı 30-dur. Bölünsün. 6-nın kvadratı 6'nın kvadratı 16. 36. 36 açtım. Çıx 6. Bu da 30 30 oldu. 2 dənə mötərizə var. Bölünsün 30-a. Eləyər 30 böl 30. Neçə eləyər? 0. 1. 1. 30 dənə karandaşı 30 uşağa paylayanda hərəsinə 1 düşür. Bəli, 4-cü. Burada da yenə də elə əməllər sırasıdır. Ümumiyyətlə dərsimiz əməllər sırasıdır. Get-gedə biraz çətinləşir. 17 vur 17. Gör neçə alırıqsa yazaq. 289. 289. Çıxılsın 3000. Yox, siz hələ eləmirsiniz. Biz 289 yazdıq və bunu da bölüb yazaq. 3458-i 14-ə böl. Çıx. 3458 böl 14. Beraber. 247. 247. Bir əməlimiz də burada var. 384-ü 8-ə vur. Üstə gəldi bu. 84 vur 8. vur 8. Beraberdir. 3072. 3072. 4 rəqəmli ədəddirmi? Evet. Bəli, indi hesablayırıq. Birinci 289-dan 247-ni çıxırıq. Çünki hər ikisi çıxma toplama olduğu üçün vurma yoxdur. Vurmalı bölməni elədik. Toplama çıxma ardıcıl eləyirik. Beraberdir 42. 289-dan 247 çıxdın, eləmi? 42 bərabərdir. 42 üstə gəlinsin 3072. 3070. Yok. 2. Bu da eləyər 3100 neçə? Yox, 200 deyil. 3072. Tezdən elə səhv eləməyək. Sil onu. 1000
3072. 3072. Şey 30 yo 3319. 3300 ola bilməz axı, 100 olar. Bir də tezdən elə onu. 3072, 3072. 3 0 2. Üstə gəl 72 mi? Bəli. Üstə gəl 42. 3100. 3114. Bəli, şahid eləmək olar bunu. 3114. Hı. Ha, ikincini burada davamını burada eləyəcəyəm uşaqlar. Yerdə saxlamışam. Burada bərabərdir. Neyindirik birinci Lalə? Mötərizəyə qədər olanı yazırıq. Eləmi? Mötərizəyə qədər olanı burada yazıram. Birinci misalımızda mötərizə yox idi. 784.925 çıxılsın. Mötərizəyə baxaq. Nə görürük? 1 milyon, sən oranı təmizlə. 1 milyon, sil bunları. 1 milyon, yazmışdım bəlkə də. 337 min, 1 milyon 337 37 min, min 782 782 2 böl 142. 142 neçə oldu? bərabərdir. 9421. Dəqiqdirmi? 9421. 9421 çıx 9411. Çıx. 9411. Bu da mötərizənin cavabı. 10. Mötərizənin cavabı neçə oldu? 10. 10. Mötərizənin cavabı 10'dursa 784.925'dən 10 çıxsaq nə qalacaq Eləyir. burada? 915. 915. 784.915. Hı. Aha. Burada kuba yüksəldirik. Mötərizənin cavabını tapandan sonra. Deməli. Davam eləyək. Burada 9548 bölü 14. 9000. Bu cavabını yazacağım bunu. 9548 bölü 14. 14 Hı. bərabərdir 682. Aha. Mən indi Laləyə inanıram, yazıram. 682. Eləmi? Bəli. 682'dən çıxırıq. 26'nın kvadratı. 26 vur 26 yaz. Şey, 26 çıx. 26 vur 26. 26. Ya 26'nı vur 26'ya mənə de. 26 bərabərdir. Hı. 676. 676. Hə. İndi burada bunları sil. Bundan buna çıx. 82'dən 76 çıxsaq, olar 6 olacaq elə məncə cavabı. Hə. 682 Hı. çıx 676 76. bərabərdir. Neçə oldu? 6. 6 6 olacaq bunun cavabı. Biz bunu tapdıq. 6'nın nəyi? Kubu. kubu. 6'nın kubu Vurulsun. 9'un kvadratı. 81 çıx 81. 9. İkinci mötərizəmizi tapaq. 81'dən 81 9'dan 9 çıxaq. çıx 9 Hə. bərabər 72. Vurulsun. Bax burada yer yoxdur 72 üçün. Mən burada yazıram. Vurulsun 72. 72 vur 72. Hə. Bunun cavabı neçə oldu? 6. Hı. 6 oldu da bunun cavabı. 6'nın kubu. Neçə olar? 36 vur 6. Vur 6. 64. Yox, 6'nın kubu. 36 vur 6. Yaz görək. 36 vur 6. 216. Hə, onu vur 72'ye. 216'nı 72'ye vur. 72 bərabərdir. Hı. 1500 Belki 15 miydi? 552. 1500 yok. 15.552. Düzdür? 15.552. 552. Sonra bax bunları mən karandaşla hesablamışam ki, vaxt getməsin deyə uşaqlar. Bax bu mötərizənin cavabı, bunlar birinci bölmədən alınan, bu mötərizədən alınan. Bunun cavabı 168'i 24'e bölüb 8257 almışam.
Bütün mötərizənin cavabı da 1472. Görünür burada. 1472. Gördün Lalə? Hı. Bunun da cavabını almışam. 1472. Bu da 1472 elədi. 1472'den 1472 çıxmışam 1472. Bərabər 10.000 niyə yazmışam? Bəs bərabərdir 10.000 yazmışam. Niyə? Burada 11.472'dir. Burada 1472'dir. 1472'ni çıxsam qalacaq 10.000. Düzdür cavab. Bildinizmi? Bunları da uşaqlar mən özüm hesablamışam ki, vaxtımız çox getməsin. Çox uzun misallardır. Belə. Misalları bir qədər saxlayım. Belə başdan da göstərim sizə. Belə baxın. Video saxlayıb da belə baxa bilərsiniz. Elə deyil Lalə? Sən nə cür istifadə edirsən? Mən elə qulaq asarım əslində. Qulaq asırsan, sonra eləyirsən. Bəli. Burada nə deyilir? Mötərizəni elə qoyun ki, bərabərlik doğru alınsın. 11. Biz mötərizəni, bunun üsulu da var. Mən bunu necə eləyirəmsə, mən bu üsulda istəyirəm ki, sizə öyrədim. Birinci soldan olan 2 dənəyə mötərizə qoyub hesablayıram. Məsələn, 3-ün kvadratı neçə eləyəcək? 9. Çıx 4. Və mötərizəmiz təsəvvür edin ki, bax burada qoydum karanı. Siz də öyrənin uşaqlar. Bu cür olanda kiməsə müraciət eləməyin. Özünüz eləyin. Yox, 3-ün kvadratı. Birinci bura qoyuram mötərizəni. Bax bura. 2 vurulsun 9. 2'ni 9'a vursam 18. 18'den 4 çıxsam 14. Üstüne 1 gəlsəm 15. Deməli ki, bu alınmadı. Sonra buna belə qoyuram. İkinci dəfə belə qoyuram mötərizəni. Bildin Lalə? Olur. 9'dan çıxsam 4. 5. 2'ni vururam 5'ə. 10. Üstə gəl 1. Mötərizəmiz harda düşdü onda? İkinci dəfə qoyduğuma. Bax bura. Belə düzgün. Mötərizənin içərisini alırıq 5. 5. Eləmi? 9'dan 4 çıxıram 5. 2'ni vururam mötərizədən aldığım 5'ə 10. Üstünə də 1 gəlirəm 11. İndi burada birinci mötərizə təsəvvür eləyək ki, belə karandaşla çəkirəm, qaralır. Ona görə çəkməyəcəm. Birinci fərz eləyək ki, bunlardır mötərizənin içində. 2'nin kubu 8. Üstə gəl 12. Neçə olacaq? 8 üst 20. 20'ni bölürəm 4'ə. 5. 5'dən də 1 çıxsam 4. Deməli alınmadı. Yenə ikinciyə baxırıq. İkincidə nə edirik? İkincidə mötərizəni belə qoyuramsa. 12'ni bölürəm 4'ə. 3. Elədir? 3. 8'in üstünə 3 gəlirəm. 11. 1 çıxıram. 10. Olmadı bu da. İndi belə eləyək. Belə. 4 çıx 1 3 eləyər. 12'ni də 3'ə bölsəm, burada mötərizənin cavabı 3 idi axı. 4. 9 üstə 4. 9'un üstüne 4, 13. 13. Yenə alınmadı. Bəs biz hara qoymalıyıq mötərizəni ki alınsın? Mötərizə böyük qoymalıyıq. Bəlkə elə ardıcıl mötərizəsiz düz gəlir. 2'nin kubu 8. Üstə gəl 12. 20. 20'ni 4'ə 5 olmadı. İkinci belə qoysaq. Bəlkə 3'ü olsun mötərizənin içində. 3'ü olsun. 12'ni bölürük 4'ə 3. 3'dən 1 çıxırıq. 2. 9 üstə 2 11. Yenə alınmır. Yaxşı, bunun üstündə. Bəlkə bu kitabın səhvi. Yox, ola bilməz. Mən bunu axşam elədim. İndi fikrimdən çıxdı nəsə. 12 böl 4 3. 9'un üstüne 3. 9 üstə 3. 9'du da bu. 9 değil, 8'dir. Biz bunu 9 açanda hesablayırıq. 8. 8 üstə 3. 8'in üstüne 3 beraberdir 11. Qoy, biz də tezdən ikinci bunu götürdük də mötərizə. Belə götürək. Bu 3'dür. 12'nin 3'ə 4. 8'in də üstə 4 12. Mötərizə budur uşaqlar. Nəyə görə biz almırdıq? Çünki bunu 9 götürürdük. Amma 2'nin kubu 8'dir. Bax.
Lalə. 4-dən 1 çıxırıq 3. Mötərizəmiz 3. 12-ni bölürük 3-ə. 4. 4 aldıq mı? 8-in də üstə 4, 12. Bu misala baxaq. Yenə də 1000 eləyər bu. 10 üstü 3. 10-u 1000-i bölsəm 25-ə 40. Mötərizəni belə qoyaramsa. 40 çıxılsın 5, 10. 10. 40-dan 10 çıxsan 30 alınmır. alınmır. Bəs indi bu dəfə belə eləyək. 25 5 çıx 5, 20. 20 1000-i bölsəm 20-yə 50. 50 50-ni də 2-yə vursam 100. Deməli mötərizəmiz bax burada düşür. Baxın, bir də hesablayaq Lalə. 1000 oldu mu bu? Mötərizədən də oldu 20. 20 1000-i böldüm 20-yə. 40, 50. 50 50-ni də 2-yə 100. Bəli, mötərizələrimiz belə. Bu bizim misal 5 idi. Misal 6. Yer saxlamışam burada da böyükdür, kiçikdir üçün. Burada da yəni 153 bölü 3 kvadratı. 153'ü bölürük 9'a. 17. Olacaq bu tərəfdə 17 çıx 2. 17'den 2 çıxırıq 15. 15. İndi sağ tərəfi hesablayaq. 4'ün kubu 64. Böl 8'ə. 68. 8. Bəli, 64'ü 8'ə 8. 8 üstə 7. 8 üstə 7 15. 15. Sağ tərəfdə 15 alındı. Onda müqayisə etməliyik də biz bunu nə alırıq? 15 bərabərdir 15'ə. İkinci misalı da yenə də mən bunu eləmişəm. Deməli 49 çıx 48. Bu mötərizənin cavabı olub 1. Vurmuşam 6'ya 6. 1 vur 6. 2 dənə misaldır burada deyəsən. Bu tərəfdə isə 605 böl 5. Bölürsən görək 605'i 5'ə. 100. 121. 121. Aha. Hansı böyük olar? Bu tərəf. Sağ tərəf böyük olacaq. Sol tərəf isə kiçik. Burada bir yenə də bu ulduz işarəsini qoyaq ki, belə hesabladıq. İndi gəlirik 7-ciyə. Misal 7. Hələ ki səhifə 28-dəyik. Bu bizim 28-də olan axırıncı misalımızdır. Onun kubu ilə bu elə bil ki, riyaziyyatda bunlara bəzən əvvəllər riyazi imla deyirdi. İndi Lalə, mən bunu oxuyacağam, sən cavab verəcəksən. Onun kubu ilə 567'nin cəmi. Misalı de görək, nə yazın bura? Onun kubu İlə. Onun kubu üstte Hə. Onun kubu. Onun kubu üste gerek. 567'nin cəmini üstə gəlirik. 567. İfadəni yazdır. Yazırıq, hesablamaq da olar. Bu da bərabərdir. 1000 üstə gəl. 567. Bu da eləyər 1567. İkinciyə də cavab ver Lalə. 19'un o kvadratı ilə 4'ün kubunun fərqi 19'un kvadratı ilə nəyin fərqi? 4'ün kubunun fərqi. Fərqi nə deməkdir? Çıxma. 4'ün kubunun fərqi. Bu da 19 vur 19. Görək neçə alınacaq? 19'u vururuq 19'a. Bərabərdə 361. 361 çıx. 4'ün kubu da neçə eləyir? Əzbər bilirik onu. 4'ün kubu 60. 64. 4. Bu da eləyər bərabər. Burada birbaşa yazdıq. Burada amma biraz mürəkkəb olduğundan. Əvvəl 61 çıxaq. 300 qalar. Eləmi? 64'dən 4 bəli olsun. 64 çıx. Bu da bir yoldur. Mən burada sənə öyrədirəm. Bax uşaqlar da burada baxsın. Mən 64 çıxmıram. Elə 61 çıxıram. Nə qalacaq? 300. Mən az çıxdım axı. Neçə dənə az çıxdım? 3 dənə az çıxdım. 3 dənə az çıxdım. 3 ədəd az çıxdım. Eləmi? 300'dən də o 3 dənəni götürsəm 297. Onun 4-cü qüvvəti, onun, yəni burada da kubu deyə bilmirlər. 3'ə kub deyirik, 2'yə kvadrat deyirik. 10 əsasdır.
Dördüncü qüvvət bax budur. Biz buna kub, kvadrat deyə bilmirik. Buna nə deyirik? Dördüncü qüvvəti. 10 üstü 4. Hı -hı. Dördüncü qüvvəti və 8-in kvadratının 8-in kvadratı Cəmi bölünsün 16. kvadratının cəmi və bu cəm birinci cəmi tapırıq. Bunların cəmini Böl 16. böl 16-ya. Bu da bərabər eləyər Hı -hı. 10.000 10.000. üstə gəl 64. Hı -hı. Eləyər 10.064. Elə olur mu? 10.064. Düz oldu mu? Hı -hı. 10.064 böl 16. Bərabərdir 629. 629. 4-ün kubu ilə 5-in kvadratının fərqinin 4-ün kubu ilə 5-in kvadratının fərqi. Hı -hı. Və budur. 4-ün kubu ilə 5-in kvadratının fərqi. Hı -hı. Bu mütləq mötərizədə olur fərqi. Sonra 6-ya qaydırıq. Fərqi 6 ilə hansı? Vur 6. Bu 64 çıx 25. 64 Çıx 25. Birinci mötərizənin cavabını tapırıq. bərabərdir 39. 64-dən 25 çıxdıq, qaldı 39. 39 Hı. vur Vur neçəyə? 6 6-ya. bərabərdir 234. 234. Cavabımız bu. Bu bizim 27 və 28-ci səhifələrdə olan uşaqlar, misallarımız idi. Lalə, sənə köməyi oldu mu bu videonun? Bəli. Çox az. Çox. Bəli, çox. Uşaqlar, belə siz də bu cür öz-özünüzlə danışa-danışa, izahlara qulaq asarsa, ən azı bir dəfə başa düşməsəniz, bir neçə dəfə izah eləsəniz, çox maraqlı, həm də sizin üçün xeyirli bir video olar. Bu qədər uşaqlar. Sağ olun, bəyənin, abunə olun, paylaşın.